Heydər Əliyev Sarayında rejissor Nail Nayıboğlu'nun kliplərini çəkdiyi müğənnilərin iştirakı ilə Klip Kimi Ömür adlı qala konserti keçirildi. Konsertdən əvvəl isə rejissor fikirlərini bizimlə bölüşdü. Bugünkü günün ideyası 20 ildir ki var idi və elə biləm ki dünyaya yenidən gəlmişəm. Çünki bir yaradıcı insan üçün bundan böyük hədiyyə yoxdur. Qeyd edək ki, gecənin musiqi rəhbəri şairə bəstəkar xanım İsmail qızı idi. Bu konsertdən nənə dəstək duran özüm, ailəm və bu xanım. İlk dəfədir ki, belə bir gecə olur, rejissor gecəsidir, o klip kimi ömürdür də. Yəni mən arzu edirəm ki, bu ilki uğurlu olsun, böyük sevinç yaşasın, tamaşaçılar zövq alsın. Əməkdar artist Mətanət İskəndərli də gecənin qonaqlarından idi. Musiqi çarxları çox olub mənim yaradıcılığımda. Bütün tədbirlərində çox iştirak eləmişəm, amma kliplər, son zamanlar mən klip çəkdirdim ona. Hamısı da ürəyimcə oldu. Deməli, ən birinci elədik. Denəcə dözün mahnısına çox gözəl alındı. Ondan sonra çəkdirmişəm Külək bizə neyləyəcək, Rauf Məmmədovun. Getdik bir baş, onu Astarada çəkdirdik. Ondan sonra çəkdirmişəm Toxunmayın, Toxunmayın. O da çox belə özünə məxsus alınıb. Hər birisi insana belə xoş təsir bağışlayan bir klipdir. Bir dərd olsa, hökmən gəlir, tapar məni. Yer üzündə bir it varsa, gəlib tapıb, yapar məni. Konsertdə xalq artistləri Flora Kərimova, Nisə Qasımova, əməkdar artistlər Ədalət Şükürov, Lalə Məmmədova, müğənni Samira Əliməryəm və başqaları iştirak edirdilər. Qeyd edək ki, Nail Nayıboğlu'nun Klip Kimi Ömür konsertini 100 nəfərdən ibarət yaradıcı heyət hazırlayıb. Gələcəksən severim, istəmirəm, nə vaxtsa bir gün başlamaq üçün, məni axtarmada gözləmirəm mən.